Salam dostlar, sizler için yatımsız Picoin'i necə qazanmaq olur onu başa salacağım. Burada yuxarıda çıxarış yeri var və çıxarış Mexit cüzdanına çıxarış edə bilərsiniz. Minimum çıxarış 0.04 Picoin'dir. Necə qazanmaq olur onu başa salın. Burada Play Game sözü yazılan yerə daxil olursunuz. Burada bunların hamısını eləyirsiniz. 10 dəqiqədən biri bunlar yeni gələcək, bunları eləyirsiniz. Məsələn, birinə daxil olaq. Burada deyir Shiba coin'i gətirib qoysam bunun üstünə. Bitcoin gətirib qoysam buna. Pi coin'i gətirib qoysam buna. Sonra Tron qoydun. Collect üzərinə basırsınız. Reklam izləyirsiniz. Reklam izlədikdən sonra bu tapşırıqdır. Reklam izlədikdən sonra görürsünüz burada saniyə gedir. 15 dəqiqədən bir eləyirsiniz bunu. İndi ikinciyə daxil olduq. Bunun da bu da Bitcoin. Bu Bitcoin'i qoyursunuz butucu. Bitcoin budur. Sonra Binance budur. Solana budur. Dogecoin de budur. Bunları düz qoymaq lazımdır. Sonra yenə bunun üzərine basırsınız, reklam gələcək. Reklamı izlədikdən sonra yenə pul hesabınıza köçəcək. Hamısını bunların hamısını elədikdən sonra yenə 15 dəqiqədən bir bunların hamısını eləyə bilərsiniz. Yəni birinci odur. İkinci bunu başa saldım. İndi keçək buna. iDrop'dur bu. Bunun üzerine basırıq. İnternet zəifdir. Bunların üzerine basırıq. iDrop'un üzerine basırıq. Sonra bunun üzerine basırıq. Reklam gəlir. Reklam izlədikdən sonra davam edəcək. Sonra ok eləyirik. Yəni bundan neçə edən bir şey o da göstərir. Neçə edən bir göstərir. Neçə edən girmək lazımdır. Burada ən çox kim şeydəsi toplasa mükafat yəni 100 pi ona veriləcək. Bu da göstərir. Yəni bax bu məsələn 6 evine kadar girib 3 dənəsini yığıb. Bu 230 dənə yığıb. Bu yığıb 1195 1976 dənə yığıb. Gün ərzində də bu. Kim hansı bunlar ikisini eləmək lazımdır. Ən çox toplayana Picoin verilir. 100 Picoin verir. Sonra burada bu var. Bunun üzerine basaq. Buradan da bunlar 3 tane açar verdi. Bunlar üzerine bir seyredik. Coin topluyoruz. Üzerine basırıq. Yine reklam gələcək. Sonra burada günlük var. Hər gün giriş edirsiniz. 24 saatimi götürdünüz. Bütün tapşırıqları hamısı elədikdən sonra hər tapşırıq elədikdə reklam gəlir. Reklamı izləyirsiniz. Çünki onlar reklamın qazanırlar. Ona görə də bizə ondan verirlər. O məsələn çox qazanır, yarısı məsələn bizə verirlər də. O reklamdan qazanır. Sonra burada kupon var. Kupon yazılan yer var. Onun üzerine basırsınız. Kuponda Telegram kanalında var kupon. Oradan girip götürürsünüz. Sonra geri bura. Burada yazıyor ki kuponu buradan alın. Gösterir. Geri bura. Bunu kopyalayırıq.
Hər gün verilir kupon. Sonra geri bura. Yazırıq, götürürük. Vermiş verdi. Okay, real talk. I'm tired. Hamısını izah elədim. Bütün tapşırıqları elədikdə reklam gəlir. Reklamdan izləyirsiniz ki, coin versin. Burada da dəvət refer linki var. Ona daxil olub gelə bilərsiniz, paylaşa bilərsiniz. Burada da yuxarıda çıxarış yeri var. Çıxarışda Mexit cüzdanı çıxarış edirsiniz. Mexit cüzdanında pi adresinizi kopyalayacaqsınız. Pi adresi kopya burada yazacaqsınız. 0.04 olanda satma olur. Bu kadar dostlar. Sağ olun. Kanala abone olmanızı unutmayın. Video beğendiyse beğenme düğmesini basarsınız. Sağ olun dostlar.